بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد Allah-u Teala'nın izniyle Usul-ü Selasədən qalan dərsləri davam etdirməyə çalışacaq. Allah-u Teala'dan istəyirəm ki, Usul-ü Selasəni rahatlıqla, ixlasla və öyrəndiyimlərimizi əməl edə axıra çıxmağı nəsib etsin. Həmçinin müəllifi rahiməhullah buyurur, deyir, İ'ləm rahiməkallah. İ'ləm rahiməkallah sözünün təfsilatını, bəyanını, açıqlamasını kitabın müqəddiməsi haqqında, kitabın müqəddiməsini danışdıqda izah etdik. Və burada onu izah etməyə elə görürəm ki, ehtiyac yoxdur. Müəllif rahiməhullah gözəl ədəbindən, gözəl üslubundan, elminin genişliyinə dəlildir bu üslubu xitab etdikdə. Yəni, tələbəsinə dua eləyir. Allah sənə rəhmət etsin bilginə. Ənəhu yəcibu alə kulli muslimin və muslimətin təallümə sələsi hədihil məsailə vəl-əməlu bihinnə. Deyir, vacibdir həqiqətən bütün qadın və kişi, bütün qadın və kişi bütün müsəlman qadın və kişiyə bu üç məsələni öyrənməyə və onlara əməl etməyə. Onların birincisi Ənəlləhə xalaqana. Bu üç məsələni hər bir müsəlman qadın və kişi bilməlidir. Birincisi, onu bilməlisiniz ki, Ənəlləhə xalaqana. Etiqad eləməlisən ki, səni Allah yarattı. Bizi Allah yarattı. Allah-u Teala tək yarattı insanı. Heç kəsdən kömək diləmədi. Heç kəs Allah-u Teala'ya yardım etmədi. Nə də edəməz. Allah-u Teala hər şeyə gücü çatan, hər şey öz iradəsi ilə, öz istəyi ilə, öz məşiyyəti ilə xəlq eləyəndir. Onun heç bir şəriki, ortağı yoxdur. O hər şeyə qadirdir. Hər bir müsəlman qadın və kişi onu etiqad eləməlidir ki, onu tək olan Allah xəlq etdi. Anasının bətnindəykən ona Allah ruh verdi. Onu dünyaya gətirdi, onu Allah yaşatdı. Allah-u Teala insanı 4 ay 10 gündən sonra ana bətnində olan hər bir uşağa Allah Teala ruh verir. Uşağın ana bətnində 4 ay 10 günü tamamlandıqda Allah-u Teala əmr eləyir mələkə, ona ruh verdirir. Sonra isə həmin uşağın alınına 4 şeyi yazır. Birincisi, əcəli nə vaxt dünyadan təkrar köçəcək. İkincisi, xoşbəxt mi olacaq, bədbəxt mi olacaq? Üçüncüsü, rızqısı kasıb mı olacaq, varlı mı olacaq? Dördüncüsü nədir? Əməli. Salih mi olacaq, yoxsa kafir mi olacaq? Müsəlman mı olacaq, yoxsa kafir mi olacaq, yoxsa fasıq mı olacaq? Bunlar yazılır. Sonra Allah-u Teala uşağı hifz eləyir, qoruyur, ta dünyaya gələnə kimi. Uşaq dünyaya gəldikdə, hamı bildiyi kimi, qulağı eşitmir tamamilə, gözü görmür tamamilə. Uşaq özünü idarə etməyə malik olmur. Qadir deyil. Allah-u Teala uşağı mərhələ ilə uşağı böyütür. Allah-u Teala uşağın rızqısını verir.
anasının döşünə süd verir. Allah-u Teala'nın hikmətinə baxın. Körpə uşaq üçün Allah-u Teala anasının döşlərində süd yaratır. Və həmin o südlə uşaq qidalanır ta yeriyənə kimi. Yeridikdə onun qılçasına gücü və qüvvəti verən tək Allahdır. Və sonra insan gözlərinə işıq verən, qulaqlarına eşitmə verən, bədəninə hissiyyat verən, orqanlarına hissiyyat verən, dilinə dad verən, dilinə dil verən, danışmaq ona nəsib edən Allah bunların hamısını insana sonunda bəxş eləyir. Və nəhayət baxın, insan ayağı yer tutduqda görün, neyniyir. Başlayır Allah-u Teala'nın əmrlərinə qarşı çıxmağa, yarhamqallah. Allah-u Teala'nın əmrlərinə qarşı çıxmağa, Allah-u Teala'ya qarşı üsyançılıq eləmək. Sözsüz ki, hər kəs deyil. Allahın mömin qulları da var. Allahın salih qulları da var. Allahın sıddıq qulları da var. Allah-u Teala'nın həqiqi qəlblə Allaha yaraşar şəkildə qorxan insanlar da var. Lakin insanların çoxu zəlalətdədir. İnsanların çoxu Allahdan uzaqdır. İnsanların çoxu həlak yolunda, uçurum başındadır. Baxın, nankör insan necədir? Allah-u Teala Quran-ı Kerim'de buyurur: Ya eyyuhel insan ma garrake bi rabbikel kerim. Ey insan övladı. Ey insan, sənin kəramətli olan Rəbbindən nədir yayındıran? Səni nə üçün dünya bərbəzəyi Rəbbindən yayındırır? Nə üçün dünya bərbəzəyi şəhvətlər səni Rəbbinə ibadət etməyindən, onun tək olmağını iqrar etməyindən yayındırır? Sağ kifayət deyilm ki, Allah Teala səni yaratdı, səni xəlq etdi, səni böyütdü, səni kamil insan etdi, kamilləşdirdi və sonra sən ey insan, səni yaradana qarşı belə rəftar edirsən. Necə ki, hədis-ül Quds'da gəlmişdir. Allah Teala deyir, bunlarımı yaratdım, məndən gerisinə ibadət etdilər. Onlara rızqı verirəm, məndən başqasına şükür edirlər. İnsanların adəti belədir. İnsan neməti tez unudur. Tez nankörlaşır. Tez göbuslaşır. Tez naşükürləşir. Ona görə İslam dinində, İslamiyyətdə Allah-u Teala baxın, qullarına necə tək ona ibadət etməyi buyurur. Tək ona şükür etməyi buyurur. Bütün həmdlərə və sənəlara, bütün şükürlərə və təşəkkürlərə layiq olan sadəcə və sadəcə Allahdır. Amma insanlara olan həmsəna, insanlara olan təşəkkürlər naqis həmsənalar və naqis təşəkkürlərdir. Yəni, kamil deyil. Ey insan, sən birinci onu etiqad etməlisən ki, səndən və sənin valideynlərindən güc və qüdrət olmadan Allah-u Teala səni xəlq etdi. Yəni, səni dünyaya gəlməyinə ananla atanın səbəb elədi. Onlar sadəcə səbəblərdir. Əsl səni xəlq eləyən, səni ana bətnində mayaladan, sonra isə səni qan laxtasına çevirən, sonra isə ət parçasına döndərən, sonra səni sümüklərdən, damarlardan, qandan və bədən orqanlarından ibarət eləyən tək Allahdır. Ona görə odur tək ibadətə haqqı ilə layiq olan. Allahdan başqa heç bir məxluq ibadətə layiq deyil. Heç nə ibadətə haqq eləmir. Sadəcə və sadəcə kainatda nə varsa onu yaradan haqq eləyir. Nə varsa, Allahdan başqa dünyada nə varsa, hər şey Allah yaradıb. Hər bir məxluqat Allah yaradıb. Və Allah Teala bu yaratdıqlarının heç birini boşu-boşuna yaratmayıb. Heç birini faydasız, dəyərsiz yerə yaratmayıb. Hətta insanların ağlında belə hər hansı bir şey dəyərsizdirsə, qiymətsizdirsə, həqiqi mənada elə deyil. Allah Teala heç nəyi boş-boşuna yaratmır. Hər yaratdığı şeydə bir hikmət var. O hikməti insanlar ola bilər dərk etsin, ola bilər dərk etməsin. Allah-u Teala Quran-ı Kerimdə Ən'am surəsinin 2-ci ayəsində bunu belə izah edir.
Huvellezî halakakum min tin thumma qada ecele. O sizi torpaqdan yarattı. Rabbiniz sizi torpaqdan yarattı. Thumma qada ecele. Və sizin əcəlinizi, sizin ölümünüzün nə vaxt olmağını sonradan əmr etdi. Yəni, nə vaxt öləcəksiniz, onu da təyin etdi. Və əcəlun musamman indah. Və əcəlləriniz, ölümləriniz, ömürləriniz hamısı məhduddur. Əbədi deyil. Sən ey insan mümkün deyil həmişəlik yaşayasan. Heç kəs bu dünyada əbədi yaşamağına şansı yoxdur. İmkan yoxdur. Nə üçün? Baxın, Allah-u Teala Peyğəmbər s.ə.və nə deyir? Buyurur, əfəim mittə fəhumul xalidun. Biz səni öldürdükdə onlar sağım qalacaqlar. Peyğəmbər s.ə.və Allah-u Teala dünyadan çəkdisə ən sevgili insanı, ən çox sevdiyi məxluqu, bəs ondan başqaları dünyada mı qalacaq? Əgər belədirsə, dünyada qalmayacaqsa, nəyə görə insan elə çalışmalıdır ki, sanki əbədi dünyada qalacaq? Nəyə görə insan dərk etməməlidir ki, bir gün öləcək, bir gün Allaha dönəcək, bir gün sorğu-sual meydanına çıxacaq, hesab verəcək. Nə üçün həmin gündə sorğu-sual üçün özünü hazırlamır? Nə üçün uzun səfər çıxdığı səfərdə istifadə edəsi şeyləri hazırlamır? Bəli. Həmçinin Allah-u Teala Əraf surəsinin 11-ci ayəsində buyurur: وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ. Allah-u Teala buyurur: Biz sizi yaratdıq və sizə gözəl surət, gözəl şəkil verdik. Həmçinin bu ifadəni Allah-u Teala baxın Tin surəsində necə buyurur: وَالتِّينِ وَالزَّيْتُونِ وَطُورِ سِينِينَ وَهَذَا الْبَلَدِ الْأَمِينَ لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Biz insanı gözəl şəkildə yaratdıq deyir Allah-u Teala. Gözəl surətdə yaratdıq. ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ. İnsan naşükür etdikdə, insan Rəbbisinə inanmadığı zaman sonra biz onu zəlil etdik, yerlə barabar etdik deyir Allah-u Teala. ثُمَّ رَدَدْنَاهُ فِي أَسْفَلِ سَافِلِينَ. Biz onu ən alçaq insanlardan etdik. İnsanları ucaldan da tək Allahdır, insanları zəlil eləyən də Allahdır. Ona şək yoxdur ki, heç kəs Allahla mübarizə apara bilməz. Heç kəs Allahla müharibə elə bilməz. Allahın qoşunu böyükdür. Allah bir şeyi istəyərsə onu ancaq ol deyər. O da həmən olar. Həmçinin Allah-u Teala Rum surəsinin 29-cu ayəsində belə izah edir. Bəzən görürsən ki, kafirlərin ağlı heyvanın ağlından daha da göbut olur. Heyvan daha ağıllı şəkildə olur, daha ağıllı olur kafirlərdən. Nəyə görə? Çünki həqiqi möcüzələri də belə onlar inanmırlar. Həqiqi şeylərə belə inanmırlar. Baxın, Allah-u Teala necə bunu izah edir. وَمِنْ آيَاتِهِ Allahın həmçinin ayətlərindən, Allahın var olmağına dair dəlillərdən biri nədir? Ən xalaqakum min turab. Sizi torpaqdan yaratması. Sizi torpaqdan yaratması. İnsanın yaradılması, dünyaya gəlməsi Allahın olmağına subutdur, yoxsa yox? Subutdur. Hardan yaranmışsın ey insan? Sən nədən törənmişsən? Əslin nədir? Ona görə bəzi ateistlər fırlatır söhbəti. İnsan deyir, nədən yaranıb? Meymundan. Şimpanze meymundan. Sonra meymun nədən yaranıb? Buz ayısından. Buz ayları olur, ha, buzun içində yaşayan aylar. Ha, kitablarındadır bu, buz ayısından. Buz ayısı nədən yaranıb? Deyir, o qurtdan yaranıb. Qurtdan yaranıb, deyir. Qurt hardan yaranıb? Qurt deyir, mikrobdan yaranıb. Mikrob nədən yaranıb? Mikrob da deyir, təbiətdən yaranıb. Təbiət nədir? Gördüyümüz məxluqatlar, yer, göy. Pəs onları kim yaradı? Deyir, onlar da bir partlamadan əmələ gəlir. Yaxşı, soruşuram. Sağ kim deyir o partlamadan əmələ gəlir? Hardan bildin o partlamadan? Yəni sən
Gətirdin ki, təbiət, mikrob, qurt, ağayı, buz ayısı, meymun, insan. Sən o vaxt mikrob idinsə partlamanı hardan bildin? Sağ kim xəbər verdi partlamayı? Harada olmuşdu partlama? Deyir, o partlama bilirsən harada olmuşdu? Deyir, yer kürəsində nə ki şeylər var, zərrə-zərrə yığıldı, fırlandı, dən partladı. Partladı, yer buraya düşdü, ay oraya düşdü, gün oraya düşdü, ulduzlar belə saçmalandı, töküldü və belə oldu. Yaxşı. Fərz eləyək ki, partladı. O partlayanları kim yaratmışdı? Ha? Əmələ gəlirmi? Gəlmir. Mütləq onu yaradan lazımdır. Mütləq xərq eləyən lazımdır. Ona görə açıq, aşkardır ki, hər şeyin, varlıqların sübut olmasına, hər şey, nə varsa Allahın tək olmağını ispat eləyir bu kainatda. Sadəcə onu düşünmək lazımdır, dərk eləmək lazımdır. Ona görə Allah-u Teala buyurur, وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ Allahın var olmaq ayətlərindən biri, dəlillərindən biri də sizi torpaqdan yaratması. ثُمَّ إِذَا أَنْتُمْ بَشَرٌ تَنْتَشِرُونَ Və sonra siz yeryüzündə nə edirsiniz? Yayılırsınız, evlənirsiniz, uşaqlarınız olur. Əsliniz nədən yaranır? Torpaqdan, palçıqdan. Baxın sonra insan necə təkəbbürlənir. Həmçinin buna aid olan dəlillərdən biri də Zumər surəsinin 62-ci ayəsi. Allah-u Teala buyurur, Allahu xaliqu kulli şey. Hər şey yaradan kimdir? Allahdır. Hər şey yaradan Allahdır. Eləcə də Tur surəsinin 35-ci ayəsi. Allah-u Teala kafirlərə belə xitab eləyir. Əm xuliqu min gayri şeyin əm humul xaliqun. Deyir, onlar heç nədən mi yarandılar? Yəni, heç bir şeydən mi yarandılar? Yoxsa yaradan onlardır mı? Yəni, insan mümkündür nədənsə yaranmasın? Sual verir, mümkündür mü? Mümkündür mü yaxşı insanın yaratması nəysə? Mümkündür mü? Deyil. Ona görə insanın dünyaya gəlməsini kim gətirib insanı? Allah gətirir. Əgər insanın heç bir şeydən yaranması mümkün deyilsə və insanın da yaratma qabiliyyəti yoxdursa, onda bir yaradan lazımdır. Bir yaradanın olması lazımdır. O yaradan da Allahu Subhanahu və Teala'dır. Təkdir Allah-u Teala. Tək odur hər şey yaradan. Bütün kainatda nə var? Heç bir şey Allah-u Teala heç bir kəsə ehtiyacı yoxdur. Heç bir kəsə möhtac deyil. Heç bir kəsdən kömək diləmir. Sadəcə insanların ehtiyaclarını ödəyən Allahdır. İnsanlara kömək eləyən, yardım eləyən tək olan Allahdır. Amma insanlar belə sual çıxa bilər ki, bəs insanlar maşınlar yaratırlar, evlər yaratırlar, texnikalar yaratırlar. Bəs bu yaratmaq deyil. Deyir, xeyr. Bu yaratmaq deyil. O sadəcə düzəltməkdir. Nədir? Düzəltməkdir. Yaratmaq, yoxdan var etmək deməkdir. İnsanlar nəyi yoxdan var edib? Nəyi yoxdan var edib insanlar? Bir kibin yaradıb insanlar, buraxıb bu kibini biz yaratdıq. Ha? Mümkündür mü? Bir xırda mirkək, qarışqa yaradıb insan. Bu texnikaların hamısını düzəldiblər. Əsli nədəndir? Torpaqdan. Torpağı kim yaradır? Allah yaradır. Kağız düzəldir. Deyək, mən bu kağızı yaratmışam. Bax, yoxdan xeyr. Sən bu kağızı yaratmamışsan. Sən kağızı nədən düzəltmişsən? Onu Allah yaradır. Ağaçları Allah yaradır. Sən bu kağızı sadəcə Allah yaradan bir şeydən düzəltmişsən. Ona görə insan yaratmağa qadir deyil. Sadəcə insan düzəldə bilir. İkincisi nə idi? Birincisi nə idi dedik? Üç şeyi bilmək lazım idi bütün müsəlman qadını kişiyə. Etiqad etməyin ki, Allah Teala yaradıb bizi. Və həmçinin bizi rızqlandıran kimdir? Allah-u Teala.
Əgər bir insan desə ki, məni Allah Teala rızqlandırmır, mənim özüməm qazanan, o insan müsəlmandır. O insan müsəlman deyil, küfr eləmiş olur. Çünki ona rızqı yazanı, ona rızqı verəni inkar etmiş olur. Həmçinin müsəlman etiqad etməlidir ki, ona rızq verən, yaşayışı üçün onu yedizdirən sadəcə və sadəcə Allah-u Teala. Lakin insanlar fərqlidir rızqlarında. Vaxtlarında, ruzlarında insanlar fərqlidir. Kimi varlıdır, kimi kasıbdır. Bunun özündə də bir hikmət var. Bəzi insanlar var, varlanmağa yaramır. Varlansa qudurar, küfrə girər, təkəbbürlənər, zalim olar. Ona görə də insanlara Allah Teala rızqı çoxaltmır. Çünki Allah Teala qullarına pislik istəmir. Qullarına zülm etmək istəmir. Və bəzi insanlar da kasıblamağa yaramır. Kasıblasa zülmə keçə bilər, zülm eləyə bilər, küfr eləyə bilər və s. kimi. Və həmin insanlara Allah Teala varlığı yaradır. Lakin bəzi kafirlərin varlı olması ona dəlildir ki, Allah Teala onları sevir. Xeyr. Allah Teala kimisə varlı eləyirsə o dəlil deyir, Allah Teala onu sevir. Kimisə kasıb yaradırsa o dəlil deyir, Allah onu sevmir. Xeyr. Allah Teala mömin qullarını sevir sadəcə. İstərsən varlı olsun, istərsən kasıb olsun. İbrət insanın müsəlman olmasındadır. İnsan kafir olduqda istəyirsən varlı olsun, istəyirsən kasıb olsun, Allah Teala onu sevmir. Allahın sevdiyi qullar sadəcə müsəlmanlar, iman əhli, təqva əhli möminlərdir. Allahın buğz etdiyi kəslər, qəzəbinə gəldiyi insanlar isə kafirlər, münafiqlər, zalimlər, fasiqlər və s. Ona görə, əgər kafirlər, bəzilər sual verir, deyir ki, kafirlər Allah Teala niyə varlı yaradır? Allah Teala onları istidrac eləyir. Allah Teala onları istidrac eləyir. Onlara möhlət verib Allah Teala onlara tövbə etsinlər deyirlər. Əgər tövbə etməzlərsə, o Allah Teala verdiyinin hesabını axirətdə çəkəcək onlardan. Onun hesabını Allah Teala onlardan alacaq. Əzablarını da yetdiyi qədər verəcək. Çünki Allah Teala heç kəsə zülm etmir. Hər kəsə tövbə möhləti verib, peyğəmbərlər göndərib, ayətlər endirib və s. möcüzələr göstərib, əlamətlər göstərib. İnsan hidayətə gəlməyəndən sonra sadəcə özünə zülm etmiş olur. Və həmçinin etiqad etməlisən ki, ey müsəlman, səni Allah-u Teala boşu-boşuna yaratmayıb. Səni yaratmağında Allahın bir hikməti var. Hava yerə gəlməmişsən dünyaya. Nə Allah Teala səni dəyərsiz yerə yaratmayıb, xeyr. Allah Teala səni özəl, önəmli bir hikmət üçün yaradır. Onu da Allah-u Teala Zariyyət surəsinin, Əz-Zariyyət surəsinin neçənci ayəsidir? 56-cı ayəsi. Buyurur, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları sadəcə mənə ibadət etsinlər deyə yaratdıq, deyir Allah-u Teala. Başqa qayə var. Sən yaradıb ki, sən dünyaya əlində eləyəsən, malik olasan. Sən yaradıb ki, Allah-u Teala küfr eləyəsən. Sən yaradıb ki, Allahın haramlarını eləyəsən, xeyr. Səni sadəcə və sadəcə Allah-u Teala yaradıb ki, Allahın halal nemətlərindən yiyəsən və tək ona ibadət eləyəsən. Allahdan qeyrisinə deyil. Allah-u Teala Kur'an-ı Kerim'de buyurur. Əfəhəsibtum ənəmə xalaqnəkum abəsən və ənəkum ileynə lə turcaun. Siz elə mi hesab etdiniz? Elə mi hesab edirsiniz? Allah-u Teala sizi boşu-boşuna yaradıb və siz bizə dönməyəcəksiniz. Xeyr, Allah-u Teala səni ibadət etmək üçün yaradıb. Allah-u Teala sən onu təkləmək üçün yaradıb. Və sonra Allah-u Teala səni bir müddətdən sonra özünə çəkəcək və səni sorğu-suala çəkəcək, hesaba çəkəcək. Əgər Allahın dediklərini yerinə yetirmişsənsə, səni əbədi olaraq cənnətə daxil edəcək. O cənnət ki, ağacları altından çaylar axacaq. Çaylarının dadı baldan daha şirin, süddən daha ağ olacaq. Orada nə ölməyəcəksən, nə xəstələnməyəcəksən, nə qocalmayacaqsan, əbədi yaşayacaqsan.
bütün nemətlər, bütün istədiyin nemətləri Allah-u Teala qarşına gətirəcək. Və bütün arzuladığın, xəyalına gəldiyi şeylər Allah-u Teala sənin üçün verəcək. Yox, əgər sən Allahın dediklərini etməmiş olsan, canları yaxan, canları qutarmayan cəhənnəmə daxil edəcək. Orada da nə yanıb kül olmayacaqsan, nə torpaq olmayacaqsan, nə də qutarmayacaqsan. Xeyr, Allah-u Teala buyurur, كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقَ الْعَذَابِ Onların hər dəriləri yanıb qutardıqda, biz onlara təkrar dəri verəcəyik, əzabı datsınlar deyə. Xeyr, yanıb qutarmayacaqsan. Ona görə insan həyatı, dünyanı bilməlisən ki, onun təhlükəsindən çəkinəsən. Həyatın nə olduğunu dərk eləməlisən ki, onun fitnəsindən çəkinəsən, qorxasan. Ahirətin nə olduğunu bilməlisən ki, cənnətin nə olduğunu bilməlisən ki, ona girməyə həvəsin olsun, çalışasan ona girmək üçün. Cəhənnəmin nə olduğunu dərk etməlisən ki, ondan çəkinəsən ki, ona girməyəsən. Həmçinin Allah-u Teala Qiyamət surəsinin 36-cı ayəsindən 40-cı ayəsinə qədər bunu gözəl izah edir. Allah-u Teala buyurur, Əyəhsəbul insanu ən yutrakə sudə İnsan elə hesab edir ki, o boşu-boşuna buraxılıb, azaddır, istədiyini edə bilər. Ələm yəku nutfətən min məniyyin yumnə O, dəyərsiz, qimətsiz bir mənidən deyilmi, deyir Allah-u Teala. Bir spermadan deyilmi? Sən bir damla sudan yaranmışsın ey insan. Dünyaya gəldikdən sonra özünə hesab edirsən, kiməsə sahibsən özünü, bir damla sudan yaranmışsan. ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّى Sonra bir damla sudan qan laxtasına çevrilmişsən. Və sonra ondan sonra insan olmuş. Allah-u Teala insanları yarattıktan sonra boşu-boşuna bırakmayıb. Əksinə onlara peyğəmbərlər göndərib. Bütün ümmətə Allah-u Teala peyğəmbərlər göndərir. Hər ümmətə peyğəmbərlər, öz dillərində danışan peyğəmbərlər. Allah-u Teala ərəblərə Yahudi göndərməyib. Nə də Yahudilərə ərəb göndərməyib. Nə də türklərə ərəb göndərməyib. Allah-u Teala hər hansı bir qavma peyğəmbər göndərmək istəsə, özlərinin içindən birini seçərdi və öz dillərində danışan, onu tanıdıqları bir kəsi göndərərdi. Bəli. Əgər Allah-u Teala bizi yaratdıqdan sonra peyğəmbər göndərməsəydi, düzdür, hüccətimiz olardı, deyərdi, ya Rabbi, deyərdi ki, bizim haqqı bilməmişik, səni tanımamışıq, səni tanıdan olmayıb bizə. Amma Allah-u Teala peyğəmbər göndərdikdən sonra, ayət göndərdikdən sonra onu demək hüccətimiz olacaq, olmayacaq. Allah-u Teala deyəcək, peyğəmbər göndərmədinmi? Ayətlər göndərmədinmi? Bunlar sizə kifayət eləmədimi? Etmədimi Allahın təkliyini anlatmağa? Bəli, o zaman insanların hüccəti olmayacaq. Kim Allah'a itaat etsə, şəksiz cənnətə girəcək. Heç şək şübhə yoxdur. Allah-u Teala buyurur, وَاَطِيعُ اللّٰهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ Allah'a və onun Rasuluna itaat edin. Edin ki, bəlkə rəhmət olunasınız. Başqa bir ayətdə Allah-u Teala buyurur, Nisa surəsinin 13-cü ayəsində, وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارِ خَالِد۪ينَ ف۪يهَا وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمِ Kim Allah'a və onun Rasuluna itaat edərsə, Allah-u Teala onu ağaclar altından çaylar axan cənnətə daxil edər və onu orada əbədi qoyar və onu o böyük bir qurtuluşa, uduşa nail olar. Başqa bir ayət Allah-u Teala buyurur, وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ وَيَخْشَ اللّٰهُ وَيَتَّقِهِ فَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ Kim Allah'a və Rasuluna itaat edərsə və Allahdan qorxarsa, onlar əsla nicat tapanlardır. Başqa bir ayətdə Allah-u Teala buyurur,
وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَٰئِكَ رَف۪يقًا. Kim Allah'a ve onun Resulüne itaat ederse, onlar kıyamet günü peygamberlerle, sıddıklarla, şehitlerle ve salih insanlar olacak. O salih insanlarla olacaklar. Ayetler bu barədə çoxdur. Başka bir sahih hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur: "Kullu ummeti yedhulunel cennete illa men eba." Bütün ümmetim cennete girecek. Ancak istemiyorum diyenden başka. Sahabeler soruştular: "Ya Resulallah, kim diyer ki ben cennete girmeyi istemiyorum? Kim itiraz ediyor? Kim razı kalmaz? Kim istemez?" Peygamber sallallahu aleyhi ve sellem böyle cevaplayır: "Men ata'ani dakhalel cenne ve men asani dakhalen nar." Kim bana itaat ederse cennete girecek. Kim bana itaat etmezse artık itiraz etmiş olur. Cennete girmeyi istemiyorum demiş olur. Neye göre? Çünkü bu vaaddir. Allah Teala bunu söz verir. Vaad verir Allah Teala insanlara ki eğer siz Allah'a ve Resulüne itaat etseniz, onların getirdiğini kabul etseniz, neden çekindiripler ondan çekinseniz, bil sizin ahirette sizin için cennet var. Eğer etmeseniz ise azab var. Allah Teala'dan istəyirəm ki, bizi tövhid əhlinin etsin. Allah Teala'dan diləyirəm ki, bizi və zürriyyətimizi şirk və şirk əhlindən qorusun. Allah Teala'dan diləyirəm ki, bizi və zürriyyətimizi kiçik və böyük şirkdən qorusun. Allah Teala bizi bu dünyada tövhid əhli kimi yaşatsın, bu dünyadan tövhid əhli kimi köçməyi nəsib etsin. Allah Teala'dan diləyirəm ki, hamımıza ölüm ayağında kəlmə tövhidi, əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammedən Rasulullah sözünü deməyi nəsib edər. Allah Teala'dan diləyirəm ki, bizi və zürriyyətimizi ikiyüzlülükdən və ikiyüzlülərin şərrindən Allah Teala qorusun. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və ashabihi ecmaîn.